Yaxşımızlar tordaşlar, mağlana muşaq xeyirlik bolsun. Mən sizlərlə yaxın dostlarla Əbeydullah. Mən sizlərə ilib kelgan soğutum bolsa, torda dutlar ögünüşlər sizə. Dutlar ögünüşdə avval biz dutlar neymi iş qilishdan burun şu məsələn bir iş qilmoq istəsək, şu qilmoqchi bo'lgan narsamiz bilan tanishib chiqqandek, biz dutlar bilan tanishdik. Dutlar bolsa, bu bizni Uyg'urlarningki milliy saz çalgı türü təvə bulub, bu milliy saz çalgılarningki içində çəkmə çalgı türü təvə. Bunun da bu dutlarningki iki tarisi bulub, tal tarisi. Üstüdeki tara la so avazga. Adet iki xiltan şəkildə, birinci xiltan şəkildə so avazga ikinci tara. Astın tara Rey avazı tanışıldı. Hazır tanış yaparsak. Mışı avazda. Navada mışı not uxmaydigan. Mesela not uxmaydigan adamlar için bunu qandaq tanışayımız degende astınq avazını, astınq tarını özümüzdeki avaz şərait boyunca sel çıngraq tanışıp durub, anandan keyin üstüdeki tarını astınq avaz bilan silishtirib, dutlarningki mushu üstüdün pədələrini sanab 1, 2, 3, 4, 5. Adətdə mushu 5-ci pədə bilan 6-cı pədəninki aralıqda müştə bir aralıq buludu. Adətdəki dutlarda normal dutlarda otur pədəsi yox, dutlarda müştə aralıqda pədə yox buludu. Şunundan sanıgan çağda mushu çoğ aralıqdaki 6-cı pədə. 6-cı pədə 2-ci tarınınki üstünü biz tuğaletdə vurduğan bolsaq mushu iki avaz teng kelgan holatda. Yəni müşündaq. Bu alet dutlarningki birinci xil tanışak holatiga yaxshi o'lchamli holatda tanishilgan bo'ldi. Masalan, mush holatda ikkinchi xil tanishak bo'lsa, ikkinchi xil tanishak buningki yanılam ostinqi tara o'zimizning ovoz sharoiti bo'yicha chang'roq tanishib olamiz. Andan keyin ustunqi tara mushu üstünki tara la avazda, astınqi avaz re avazda. Not uxmaydigan adamlar üçün astınqi tarını özümüzün avaz dairesi boyunca tanışılıb, andan keyin üstüdeki tarıqa kelgan chaqda yanılam müşədən sanab pədəni, birinci pədə, ikinci pədə, üçüncü pədə, dördüncü pədə, beşinci pədə. Beşinci pədədən üstüdeki tarını basımız barmağımızla. Şu holatda muşta ikili tarınınki avazı birdek holatga kelgan chaqda bu ikkinchi xil tuzakka. Asosiyatdan birinchi xil tuzakda xalq naqshlari, ikkinchi xil hozir tuzgan tuzakda shox naqshlar asosiyatdan 80%, ochiq xalq naqshlari, shox naqshlar shu ikkinchi xil tuzakda chalindi. Andan keyin endi biz dutlarni tanishishni o'rgandik, hamda qo'l urish shaklini o'rganamiz. Qo'l urish shaklimiz bo'lsa, dutlarni birinchi qadamda taq urish shakli bo'yicha, taq urish shakli. Mushu 4 barmoqni yig'ib, erkin musholatda. Erkin musholatda uramiz. Ostidan ustiga ikkili tarni tanglab muqim holatda. Yana holatdan ko'rsatsak, mana. Osti urgan chaqda shu ostidagi tirnoq, asosiyatdan tegadigan tirnoq. Tirnoq tegib ustiga tatgan chaqda ma üstünki barmoqninki üstü. Oldi bilan biz taq urish mashqini ko'proq qilamiz. 1, 2,
2, 3. 抖音。